22 fevralda da OTK-nın 9-cu siniflər üçün təşkil etdiyi sınaq imtahanında istifadə olunmuş suallara baxırıq. 31-ci sual. Y bərabərdir mənfi x çıxılsın 2-nin kvadratı üstəgəlinsin 3 funksiyasının qrafikinin təpə nöqtəsinin koordinatlarını tapın. Kvadratik funksiyanın göstərilmə şəkillərindən biri də a vurulsun x çıxılsın m-in kvadratı üstəgəlinsin n-dir ki, burada m və n funksiyanın təpə nöqtəsinin koordinatlarıdır. M x koordinatıdır, n isə y koordinatıdır və əks işarə ilə x koordinatını götürürük, eyni işarə ilə isə y koordinatını götürürük. Onda təpə nöqtəsinin koordinatları 2, 3 olar kvadratik funksiya üçün. Doğru cavab A variantı oldu. 32-ci sual. Düzgün n bucaqlının daxili bucaqlarının cəminin xarici bucaqlarının cəminə olan nisbətini tapın. Daxili bucaqların cəmi 180 vurulsun n çıxılsın 2 düsturu ilə tapılır. Xarici bucaqlarının cəmi isə çoxbucaqlının növündən asılı olmayaraq 360-a bərabərdir. Bunların bir-birinə nisbətini tapırıq. 180 vurulsun n çıxılsın 2 bölünsün 360. 180 və 360 ixtisar aparsaq burada 1, burada da 2 qalar. Yekun cavabımız n çıxılsın 2 bölünsün 2 alınar. Doğru cavab C variantı. 33-cü sual. 2 toplanandan birinə 7, digərinə isə -3 əlavə edilsə, cəm necə dəyişər? Deməli, A toplananı var, bir də B toplananı var. Bu şəkildə qəbul edək. İndi birincisinə A-ya 7 əlavə elədik. B-yə isə -3 əlavə elədik. Yekun nəticəmiz oldu. A üstəgəl B üstəgəlinsin 4. İlkin verilən variantı A üstəgəl B-dir. Yekunda aldığımız isə A üstəgəl B üstəgəl 4-dür. Deməli, 4 vahid artar. Doğru cavab Y variantı oldu. 34-cü sual. Sahəsi 120 olan ABC üçbucağının BM və C-nin medianları K nöqtəsində kəsişir. Ştrixlənmiş hissənin sahəsini tapın. Üçüncü medianı çəkək. A və K nöqtələrindən keçən və BC-yə çəkilmiş median. 3 median çəkiləndən sonra üçbucaq 6 hissəyə bölündü ki, bu hissələrin hər biri bir-birinə bərabər sahədədir. Deməli, 6S-dir. Onda belə çıxır ki, ABC üçbucağının sahəsi SABC bərabərdir 6S, o da bərabərdir 120-dir. Buradan da alırıq ki, S bərabərdir 20 olar. Bizə ştrixlənmiş hissənin sahəsi lazımdır. Ştrixlənmiş hissə isə 2 dənə S-dən ibarətdir. Onda ştrixlənmiş hissənin sahəsi 20 vurulsun 2 bərabərdir 40 olar. Doğru cavab Y variantı. 35-ci sual. 72 ədədinin 8-də 3 hissəsini tapın. Ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən ədədə vurmaq lazımdır. 72 ilə 8 ixtisar getdi 9. 9 vurulsun 3 bərabərdir 27 olar. Doğru cavab A variantı. 36-cı sual. AMB, BNC və AKC qövsləri uzunluqları nisbəti uyğun olaraq 2/3/4 nisbətində olarsa, BAC bucağını təyin etmək lazımdır. Qövslərin uzunluqları ilə onların dərəcə ölçüləri düz mütənasib asılı olduğundan, onda elə onların dərəcə ölçülərinin nisbəti də 2K, BNC 3K və 4K olar. Bu da çevrənin tam dərəcəsi 360 dərəcə olduğundan 2K üstəgəlinsin 3K üstəgəlinsin 4K bərabərdir 360-dır. Buradan alırıq ki, 9K bərabərdir 360, K da bərabərdir 40 dərəcə. Bizə lazımdır BAC bucağı. Buradakı alfa bucağını təyin etmək üçün alfa bucağı bərabərdir 3K söykəndiyi qövsün dərəcə ölçüsünün yarısıdır. Daxilə çəkilmiş bucaq olduğundan bu da olacaq 3 vurulsun 40 bölünsün 2 bərabərdir 60 dərəcə. Doğru cavab Y variantı. 37-ci sual. Modulda x kiçikdir 4 bərabərsizliyinin neçə tam həlli var? Modulda x 4-dən kiçikdirsə, onda x 4-dən kiçik və mənfi x 4-dən kiçikdir. Bu belə alınar. X 4-dən kiçik, x mənfi 4-dən böyük. Yəni, x-in aldığı qiymətlər 4 və mənfi 4 qiymətləri arasındadır. Və burada neçə
tam həllin olduğunu tapmaq lazımdır. -4 və 4 qiymətləri daxil deyil. -3, -2, -1, 0, 1, 2 və 3 qiymətləridir ki, bunların da sayı 7-yə bərabərdir. 38-ci sual. Tənliyin kökləri cəmini tapın. Burada həm Viet teoremindən istifadə etməklə tapa bilərik, həm də həll edib kökləri tapıb cəmləyə bilərik. Deməli, 2x-i çıxartdıq mötərizə xaricinə, x üstə gəlinsin 3 bərabərdir 0 alındı. Hasilin 0 olma şərtinə görə 2x bərabərdir 0, x bərabərdir 0, x üstə gəl 3 bərabərdir 0, x bərabərdir -3. Demək, köklərdən biri 0-a, digəri isə -3-ə bərabərdir. Kökləri cəmi 0 üstə gəlinsin -3 bərabərdir -3 olar. Doğru cavab A variantı. 39-cu sual. 6 kiloqram konfetin qiyməti 48 manat olarsa, 9 kiloqram eyni növ konfetin qiyməti neçə manat olar? Düz mütənasib asılılıq olduğundan 6-ya 48 manat, 9-a isə x manat yaza bilərik. Tənasübü həll etsək, x vurulsun 6 bərabərdir, 48 vurulsun 9. 6 ilə 48-i 6-ya ixtisar aparsaq, burada 8 qalar. X bərabərdir 8 vurulsun 9 bərabərdir 72 olar. Doğru cavab B variantı. 40-cı sual. A bərabərdir 3 üstü 3 vurulsun 4 üstü 4 vurulsun 5 üstü 5-dir. B ədədi bərabərdir 20 üstü -4-dür. 20-ni də belə yaza bilərik. 4 vurulsun 5 üstü -4. Bu da bərabərdir 4 üstü -4 vurulsun 5 üstü -4. AB hasilini tapmaq lazımdır. A vurulsun B bərabərdir 3 üstü 3 vurulsun 4 üstü 4 vurulsun 5 üstü 5 vurulsun 4 üstü -4 vurulsun 5 üstü -4. Əsaslar eyni olanda vurmada qüvvətləri toplayırıq. Burada baxırıq 4-lərə. 3 elə bir dənə özüdür. 3 üstü 3 vurulsun 4 üstü 4 üstə gəl -4, yəni 4 çıxılsın 4 vurulsun 5 üstü 5 çıxılsın 4 olacaq -4 olduğundan. Bu da bərabərdir 3 üstü 3 vurulsun 4 üstü 0 vurulsun 5 üstü 1. İstənilən ədədin 0-cı dərəcədən qüvvəti 1-ə bərabərdir. 3 üstü 3 27, 4 üstü 0 1, 5 üstü 1 isə 5-ə bərabərdir. 27-ni 5-ə vursaq 135 alırıq. Doğru cavab B variantı oldu. 41-ci sual. A və B verilib, ştrixlənmiş hissədə olan elementlərin cəmini tapın. Deməli, ştrixlənmiş hissə A və B çoxluqlarının fərqidir. A və B çoxluqlarının fərqi bərabər olacaq. Ortaqları çıxırıq. B-də A-da olub, B-də olmayanları qeyd eləməliyik. 2-ni çıxartdıq, 3-ü çıxartdıq, bir də 5-i çıxartdıq. 1 B-də yoxdur, 4 B-də yoxdur, 6 B-də yoxdur. Onda bu elementlər oldu 1, 4 və 6. Bizə lazımdır ştrixlənmiş hissə. Yəni A və B çoxluqlarının fərqi olan hissədəki elementlərin cəmi. 1 üstə gəlinsin 4, üstə gəlinsin 6, bərabər də 11 olar. Doğru cavab A variantı. 42 nömrəli sual. İfadənin qiymətini hesablamaq lazımdır. Burada kəsrin əsas xassəsini tətbiq edə bilərik. Surət və məxrəcin kök altında 10-a vuraq. Surəti kök altında 10-a vurduq. Alındı. Kök altında 16, üstə gəlinsin kök altında 25, üstə gəlinsin kök altında 36. Məxrəci də kök altında 10-a vururuq. Deməli, məxrəcdə alındı. 2 vurulsun kök altında 10. Kök altında 2 vurulsun kök altında 5, kök altında 10 eləyir. Bir də vurduq kök altında 10-a. Vurulsun kök altında 10. Üstə gəl kök altında 10-u da vurduq. Təzədən kök altında 10-a. Bərabərdir. Surətdə alındı 4, üstə gəl 5, üstə gəl 6. Məxrəcdə alındı 2 vurulsun 10, üstə gəlinsin 10. Məxrəc 30, surət 15. İxtisar apardıq. 0,5 və yaxud 2/1 doğru cavab D variantı oldu. 43-cü sual. M parametrinin hansı qiymətində çoxhədlisinin sərbəst həddi 3-ə bərabər olar? Deməli, bu çoxhədlinin sərbəst həddi x
İştirak etməyən həddi bu deyil, yerdə qaldı 15 çıxılsın 3m. Deməli, sərbəst hədd 15 çıxılsın 3m-dir və şərtə görə 3-ə bərabər olmalıdır. Buradan da alırıq mənfi 3m bərabərdir 3 çıxılsın 15, mənfi 3m bərabərdir mənfi 12, m də bərabərdir 4 olar. Doğru cavabımız Y variantı. 44-cü sual. İki tərəfi 8 və 9 olan üçbucağın perimetrinin ala biləcəyi tam qiymətlərin sayını tapın. Demək, üçbucağın iki tərəfi 8 və 9-dur. Üçüncü tərəfinə bir x deyirik. Üçbucaq bərabərsizliyinə görə x-in ala bildiyi qiymətlər A və B-nin cəmindən kiçik, fərqinin modulundan isə böyük olmalıdır. Demək, 9 ilə 8-in fərqi 1, x, bu da oldu 8 üstəgəl 9, 17. Üçüncü tərəfin ala biləcəyi qiymətlər 1 və 17 arasında dəyişir. Bizə isə perimetr qiymətləndirmək lazımdır. Demək, x-in üzərinə 8 və 9-u əlavə etməliyik ki, perimetri alaq. Bu oldu perimetr. Onda 17-nin də üzərinə 8 və 9-u əlavə etməliyik. 1-in də üzərinə 8 və 9-u əlavə etməliyik. Onda perimetrin aldığı qiymətləri təyin etmiş oluruq. 18-dən böyük, 34-dən kiçik. Perimetrin ala biləcəyi tam qiymətlərin sayı lazımdır. Yəni 18 və 34 arasında yerləşən ədədlərin sayı. Heç biri daxil olmadığından 34 çıxılsın 18 çıxılsın 1 şəklində hesablaya bilərik bu qiymətlərin sayını. 34-dən 18 çıxdıq, 16 alındı. Bir də çıxsaq 15. Demək, bu aralıqda yerləşən qiymətlərin sayı 15-ə bərabərdir. 45-ci sual. X kvadratı çıxılsın 5x üstəgəl 6 bölünsün x çıxılsın 3 üstəgəlinsin. X kvadratı çıxılsın 2x çıxılsın 8 bölünsün x üstəgəl 2 ifadəsini sadələşdirin. Birinci kəsrin surətini, vurğularını ayırırıq. Elə 2 ədəd lazımdır ki, hasili 6, cəmi isə mənfi 5 olsun. Bu ədədlər olacaq. X kvadratı çıxılsın 2x çıxılsın 3x üstəgəl 6. Bölünsün x çıxılsın 3. İkinci kəsrə də eyni şeyi tətbiq edirik. Demək, hasili mənfi 8, cəmi mənfi 2 olmalıdır. Vurğuları ayırmaq üçün bu üsuldan istifadə edə bilirik. Köklərini tapıb, köklər vasitəsilə də yaza bilərik vurğuları. Demək, buradan olacaq hasili mənfi 8, cəmi mənfi 2. Çıxılsın 4x üstəgəl 2x, çıx 8, məxrəc isə x üstəgəl 2-dir. Bu da bərabərdir. Birinci ikisindən x-i çıxartdıq mötərizə xaricinə, x çıxılsın 2. İkinci ikisindən mənfi 3-ü çıxartdıq mötərizə xaricinə, x çıxılsın 2. Bölünsün x çıxılsın 3, üstəgəl. Birinci ikisindən x-i çıxartdıq, x çıxılsın 4. İkinci ikisindən 2-ni çıxartdıq, x çıxılsın 4. Bölünsün x üstəgəl 2. X çıxılsın 2, hər ikisində iştirak edən vuruqdur deyənə bir də çıxarda bilirik mötərizə xaricinə. İkinci vuruq x çıxılsın 3 olar. Bölünsün x çıxılsın 3, üstəgəl. X çıxılsın 4, hər ikisində iştirak edir. Yenə ortaq vuruq kimi çıxartdıq mötərizə xaricinə. X üstəgəl 2 qaldı, bölünsün x üstəgəl 2. X üstəgəl 2-lər və x üstəgəl 3-lər ixtisar olundu. X çıx 2 birinci, ikinci kəsirdən isə x çıxılsın 4 alındı. Yekun nəticə 2x çıxılsın 6 oldu. Doğru cavab D variantı. 46-cı sual. A, B, C, D artan müsbət ədədlər sırasının ən böyük fərqi bu sıranın medianına bərabər olarsa 2D çıxılsın C bölünsün 2A üstəgəl B ifadəsinin qiymətini tapın. Artan müsbət ədədlər sırasıdır deyənə ən böyük ədəd D olacaq, ən kiçik ədəd isə A olacaq. Ən böyük fərq ən böyük ədədə ən kiçiyin çıxmaqla alınır. D çıxılsın A-dır. Deyir ki, ən böyük fərqi bu sıranın medianına bərabərdir. Median ədədlər sırasındakı ədədlərin sayı cüt sayda olduğundan ortadakı ikisinin ədədi ortasına bərabərdir. Yəni, B üstəgəl C bölünsün 2-yə bərabərdir. Hər tərəfini 2-yə vursaq, 2D çıxılsın 2A bərabərdir. B üstəgəlinsin C olur. Bu verilmiş ifadəni almaq üçün C-ni sol tərəfə, 2A-nı isə sağ tərəfə keçiririk. Olacaq 2D çıxılsın C bərabərdir. B üstəgəlinsin 2A-dır.
Bu iki bərabərlikdən alırıq ki, yəni kəsirin surət və məxrəci bir-birinə bərabərdir. Fərq yoxdur, birini digərinə əvəz edib kəsirdə yerinə yazsaq, yəni 2D çıxılsın C bölünsün, 2A üstəgəlinsin B-də. Bu ifadəni gətirib yerinə yazsaq olar. B üstəgəlinsin 2A bölünsün, 2A üstəgəlinsin B. Eyni ədədi özünə böldükdə yekun nəticəmiz 1 alınır. Və yaxud da elə buradan belə də baxa bilərik. Kəsirin surət və məxrəcini bir-birinə bərabər aldıq. Kəsirin surət və məxrəci bir-birinə bərabərdirsə, kəsirin qiyməti 1-ə bərabər olar. 47-ci sual. Mərkəzi O nöqtəsində olan çevrədə AB və AC toxunanlardır. BAC bucağı 90 dərəcədir və AB 8-ə bərabərdir. ABOC dördbucaqlısının perimetrini tapmaq lazımdır. Demək, bu bucaq 90 dərəcədir. Və biz də bilirik ki, radius və toxunan toxunma nöqtəsində bir-birinə perpendikulyardır. Onda bu iki bucaq da 90 dərəcədir. Bircə dənə O bucağı qaldı. Dörd bucağın daxili bucaqlarının cəmi 360 dərəcədir. Onda O bucağı da 90 dərəcə olacaq. Çevrənin xaricindən götürülmüş nöqtədən çevrəyə çəkilmiş toxunanlar bir-birinə bərabər olur. Yəni AB AC-yə bərabərdir. Bu da 8-dir. Düz bucaqlıdır. Düz bucaqlının qarşı tərəfləri bir-birinə bərabərdir. Onda buradan alırıq ki, bütün tərəfləri bir-birinə bərabərdir. Yəni bu düz bucaqlı yox, kvadratdır. Kvadratın perimetri 4A-ya bərabərdir. 4 vurulsun 8 bərabərdir 32 olar. 48-ci sual. 50 manatlıq məhsulun qiyməti artırılaraq 60 manat oldu. Məhsulun qiyməti neçə faiz artdı? Deməli, 60 manata çatıbsa məhsulun qiyməti əvvəlcə 50 idi. 10 manat artıb. 10 manat 50 manatın neçə faizidir? Bunu təyin etməliyik. 10 bölünsün 50 vurulsun 100. 5-də 1 vurulsun 100 bərabərdir 20 faiz. Deməli, məhsulun qiyməti 20% artıb. Bu bir üsul. İkinci üsul belə tapa bilərik ki, 60 50-nin neçə faizidir? Buradan alarıq ki, 120. 120-dirsə əvvəlcə də 100 olub. 120-dən 100-ü çıxırıq, alırıq 20%. 49-cu sual. A və B natural ədədlərinin ortaq olmayan sadə vurğularının hasili C-dir. Əkob 3A, 3B bölünsün əbob 2A, 2B vurulsun 1 bölünsün 3C ifadəsinin qiymətini tapın. Demək, əkob və əbobda belə bir xassə var idi. Ortaq olan hissəni əkobun və əbobun qarşısına çıxarda bilirdik. Onda bu ifadəni belə yaza bilərik. Əkob AB. 3-ü çıxartdıq əkobun qarşısına. Bölünsün 2 əbob AB. Vurulsun 1 bölünsün 3C-dir. A və B natural ədədlərinin ortaq olmayan sadə vurğularının hasili C-dir. C nəyə bərabər idi? C əkob AB bölünsün əbob AB-dir. Bunu ifadədə yerinə yazsaq, yəni nəzərə alsaq ki, bu ifadə C-yə bərabərdir. Kəsirin bu hissəsi C-yə bərabərdir. Onda alırıq ki, 2-də 3C vurulsun 1 bölünsün 3C. Bu da bərabərdir. C-lər ixtisar olundu, 3-lər ixtisar olundu. 2-də 1 və yaxud 0,5. 50-ci sual. 2x bərabərdir 4, x üstəgəl y bərabərdir 9. Tənliklər sistemindən x, y hasilini tapın. 2x 4-ə bərabərdirsə, buradan x bərabərdir 2 olur. X üstəgəl y 9-dursa, onda 2 üstəgəl y bərabərdir 9, y də bərabərdir 7 olduğunu alırıq. X-i təyin elədik 2, y-i təyin elədik 7. Bizə x vurulsun y hasili lazımdır. 2 vurulsun 7 bərabərdir 14 olar. 51-ci sual. A B-yə paraleldir, B də C-yə bərabərdir. KAB 100 dərəcə. CDP 120 dərəcə. 120 dərəcə olarsa CYB bucağını tapın. Bura x bucağı yazırıq. İndi baxırıq. A və B bir-birinə paraleldirsə, onda burada bir alfa bucağı yazırıq. Alfa və 100 daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədir.
Alfa üstəgəlinsin 100 bərabərdir 180. Buradan alfanı təyin elədik ki, 80 dərəcəyə bərabərdir. Eyni zamanda B və C bir-birinə paralel olduğundan C bucağına bir beta bucağı desək, 120 və beta daxili bir tərəfli bucaqlardır ki, onların da cəmi 180-ə bərabər olmalıdır. Beta üstəgəlinsin 120 bərabərdir 180 dərəcə. Buradan da beta bərabərdir 60 dərəcə olduğunu təyin etdik. Alfa və betanı tapdıq. Burada bir dənə CYB3 bucağı alındı ki, bu üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. X üstəgəl alfa üstəgəl beta bərabərdir 180 dərəcədir. X üstəgəl alfanı 80 dərəcə, betanı isə 60 dərəcə təyin etmişik. Bu da bərabərdir 180 olur. X üstəgəlinsin 140 bərabərdir 180. X də bərabərdir 40 dərəcə olar. 52-ci sual. ABCD paraleloqramında DY parçası ADS bucağının tən bölənidir. Yəni buradakı bucaqlar bir-birinə bərabərdir. AB 5, BY 3 olarsa bu paraleloqramın perimetrini tapın. Paraleloqramın qarşı tərəfləri bir-birinə paraleldir. Yəni AD və BC bir-birinə paralel olduğundan onda DY-ni kəsən kimi götürə bilərik ki, daxili çarpaz bucaqlar bir-birinə bərabər olur. Buradan aldıq CYD3 bucağı bərabər yanlı 3 bucaqdır. Yəni CD uzunluğu ilə CY uzunluğu bir-birinə bərabərdir. Paraleloqramın qarşı tərəfləri bir-birinə bərabərdir. Onda CD 5-ə bərabərdir, AB 5 olduğundan. Onda CY də 5-ə bərabər olacaq. Paraleloqramın tərəfləri oldu 5, burada 8 və 3, 5 və 3 8-ə bərabər oldu. Onda perimetr bərabərdir 2, A üstəgəlinsin B, o da bərabərdir 2 vurulsun 5 üstəgəlinsin 8, bu da bərabərdir 26 olar. 53-cü sual. Y bərabərdir 4m-25 vurulsun x üstəgəl m üstəgəl 2 xətti funksiyasının qrafikinə əsasən m parametrinin ala biləcəyi natural qiymətlərin sayını tapın. Demək, xətti funksiya y bərabərdir kx plus b şəklində olur. Y oxunu kəsdiyi nöqtə x-dən yuxarıda yerləşir. Yəni, burada b nöqtəsi sıfırdan böyükdür. Yəni, bu b nöqtəsidir və sıfırdan böyükdür. X oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaq kör bucaq olduğundan bucaq əmsalı, yəni K mənfi ədəddir. Baxırıq bizə verilən funksiya. Bizə verilən funksiyada B-nin yerində m üstəgəl 2, K-nın yerində isə 4m çıx 25-dən, bu da kiçikdir 0-dır. Birincidən birinci tənlidən m böyükdür, mənfi 2 alırıq. İkinci tənlidən 4m kiçikdir 25, m kiçikdir 25 bölünsün 4, yəni m kiçikdir 25-i də 4-ə bölsək 6,25. M-i təyin elədik, m yerləşir mənfi 2 və 6,25 ədədləri arasında. Bizə lazımdır m parametrinin ala biləcəyi natural qiymətlərin sayı. Bu da olacaq mənfi 2, 6,25. Bu aralıqdakı natural qiymətlər 1, 2, 3, 4, 5 və 6. 6 ədəd. 54-cü sual. Eyni bir düz xətt üzərində yerləşən AC və B məntəqələrinə səyahət etmək istəyən turist A məntəqəsindən hərəkətə başlayaraq B məntəqəsinə gedib. C məntəqəsinə qayıtdıqda 40 km, B məntəqəsindən hərəkətə başlayaraq A məntəqəsinə gedib, C məntəqəsinə qayıtdıqda isə 50 km yol qət edir. A və C məntəqələri arasındakı məsafəni tapın. Demək, bura bir x dedik, burada bir y dedik. AC oldu x, CB oldu y. İndi baxırıq. A məntəqəsindən hərəkətə başlayıb B məntəqəsinə gedib. A-dan hərəkətə başlayıb B-yə gedibsə, x üstəgəl y qədər yol qət edib. C məntəqəsinə qayıdıb. B-yə gəlib, sonra C-yə qayıdıb, yəni y qədər də yenə əlavə yol gedib və bu məsafə 40 km-ə bərabərdir. İkinci hissəsinə baxırıq. B məntəqəsindən hərəkətə başlayaraq A məntəqəsinə gedib. B-dən A-ya qədər gedibsə, yenə x üstəgəl y qədər yol gedib.
A məntəqəsinə gedib və sonra C məntəqəsinə qayıdıb. A-dan C-yə qayıdıbsa, x qədər yolda əlavə getmiş olur. Üstəgəl x bu bərabərdir 50 kilometrdir. A və C məntəqələri arasındakı məsafəni, yəni x-i tapmaq lazımdır. Bunu tənliklər sistemi kimi yazaq. X üstəgəlinsin 2y bərabərdir 40. 2x üstəgəl y bərabərdir 50. X-i təyin etmək lazımdır deyənə, ikincisini mənfi 2-yə vuraq ki, y yox olsun. İkincisini mənfi 2-yə vursaq, x üstəgəl 2y bərabərdir 40. İkincisi oldu, mənfi 4x çıxılsın 2y bərabərdir mənfi 100. Tərəf-tərəfə topladıq. Mənfi 3x bərabərdir mənfi 60. X də bərabərdir 20 kilometr. %55-ci sual. ABC üçbucağında ABC bərabərdir MNC, o da bərabərdir 90 dərəcədir. AM məsafəsi 5-ə, CM məsafəsi də 5-ə bərabərdir. AB üstəgəlinsin MN 9 olarsa, CN parçasının uzunluğunu tapmaq lazımdır. Deməli, bir parçaya perpendikulyar verilmiş iki düz xətt bir-birinə paraleldir. Yəni, AB və MN bir-birinə paraleldir. Və M nöqtəsi AC-nin orta nöqtəsi olduğundan belə çıxır ki, MN xətti ABC üçbucağının orta xəttidir. Bura bir A desək, AB məsafəsi 2A-ya bərabər olar. Və bu cəm bizə verilib ki, 9-a bərabərdir. AB üstəgəlinsin MN. Yəni 2A üstəgəlinsin A bərabərdir 9. Buradan alırıq ki, 3A bərabərdir 9. A da bərabərdir 3. A-nı təyin elədik. 3-ə bərabərdir. Onda 2A 6-ya bərabər olar. Bizə lazım olan x idi. Baxırıq üçbucaq MNC-yə. Düzbucaqlı üçbucaqdır. Katetlərindən biri və hipotenozu bəllidir. Digər kateti təyin etmək lazımdır. Pifaqor teoreminə görə x kvadratı üstəgəl 3-ün kvadratı bərabərdir 5-in kvadratı. X kvadratı bərabərdir 25 çıxılsın 9. O da bərabərdir 16. X də bərabərdir 4 olar. Yəni C parçasının uzunluğu 4-ə bərabər oldu.